Ölümlə nəticələnən yol qəzası törətməkdə və hadisə yerindən qaçmaqda təqsirli bilinərək 5 il 2 ay müddətinə həbs edilən tiktoker İlduzə Hacıyevanın hökmü tərəflərə verilib. Qafqaz İnfo məhkəmənin geniş müzakirə mövzusuna çevrildiyini nəzərə alaraq həmin hökmü əldə edib. İş materiallarında diqqət çəkən bir neçə məqam var. Onlardan biri Arzumun Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən verilən sürücülük vəsiqəsinin olmamasıdır. Nazirliyin Baş Dövlət Yol Polisi İdarəsindən daxil olan məktubda yazır ki, Hacıyeva İlduzə Elmar qızına Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməyib. Bunun əvəzinə onun Almaniya Respublikasının sürücülük vəsiqəsi olub. Həmin ölkədən verilən vəsiqədən görünür ki, Hacıyeva İlduzə Elmar qızına müddətsiz B kateqoriyalı sürücülük vəsiqəsi verilib. Şirkət rəhbəri bildirib ki, xarici ölkəyə məxsus sürücülük vəsiqəsi əsasında vətəndaş bir ay ərzində həmin vəsiqə ilə avtomobili idarə edə bilər. Bu səbəbdən həmin vəsiqə əsasında ona avtomobil icarəyə verilib. Təqsirləndirilən tiktoker Çanqan Guiyuan A05 plug-in hibrid markalı avtomobili özəl şirkətdən günü 60 manatdan hesablanmaqla 10 günlük kirayəlibmiş. Həmin şirkətin direktoru da şahid qismində ifadə verib. Direktor deyib ki, qəzadan sonra Arzumla telefonla danışıb, ondan avtomobilə ziyan dəyib-dəymədiyini soruşub. Arzum ona qəzada iştirak etmədiyini, avtomobilə də bir şey olmadığını deyib. Şahidin sözlərinə görə hadisədən sonra avtomobili gedib hava limanından götürüblər. Cinayət işi materiallarında Arzumun qəza baş verəndən sonra halı pisləşməsi və xəstəxanaya getməsi ilə bağlı sənəd də var. Təbibdən göndərilən məktubda yazır ki, İlduzə Hacıyeva hadisə günü saat 01:34-də tibb mərkəzinə daxil olub. Təcili və təxirə salınmaz tibbi yardım şöbəsində ona isterik nevroz diaqnozu qoyulub. Xəstəyə ilkin tibbi yardım göstərilmiş, renalium 2 milli, natrium klorid 0,9% 2 milli qarşımı vena daxili inyeksiya edilmişdi. İlduzə Hacıyeva qeyd olunan tarixdə saat 01:55-də tibb mərkəzindən getmiş, ona əlavə hər hansı diaqnoz qoyulmamış, xidmət göstərilməmişdi. Mübahisə olunan məsələlərdən biri də Arzumun qəzadan sonra nə qədər tibb mərkəzində qalması idi. Bu sənədlə həmin müddətin 21 dəqiqə olduğu təsdiqini tapıb. Məhkəmə nəticəyə gələrkən, təqsirləndirilən şəxsin ikisi az yaşlı olmaqla 4 övladının olmasını, ilk dəfə cinayət törətməsini yüngülləşdirici, zərər çəkmiş tərəflərlə barışıq əldə edilməməsini ağırlaşdırıcı hal kimi nəzərə alıb. Qeyd edək ki, Arzum bu ayın ikisi Xəzər rayon məhkəməsi tərəfindən həbs edilib. O, nə ibtidai, nə məhkəmə istintaqı zamanı özünü təqsirli bilib. Tiktoker qəza anının videosunu əsas gətirərək günahsız olduğunu deyib. Onun həbsi ilə nəticələnən hökm geniş müzakirə mövzusuna çevrilib, əksər sosial şəbəkə istifadəçiləri Arzumun qəzada təqsiri olmadığını yazıblar.